World Kariyer və Peşə Mərkəzinin sponsorluğu ilə Sağlam Təhsildəsiz dostlar və bilirsiniz ki, Türkiyədə təhsil arzusunu reallaşdırmaq istəyənlər ən çox müraciət eləyirlər. Məhz World Kariyer və Peşə Mərkəzinə bu baxımdan birazdan mən xaricdə təhsil almaq istəyən digər abituriyentlərimizə də müəyyən bir məsləhətləri çatdıracağam və bu imkanları necə əldə etməyin yollarını izah edəcəm. Bugün təhsildən təbii ki danışacağıq və təhsilin qəhrəmanlarına daha çox müraciət eləyəcəyik. Onların görünən və görünməyən tərəflərini üzə çıxarmağa çalışacağıq. Ona görə də əgər yeni ideyalarla tanış olmaq istəyirsinizsə, maraqlı qonaqla tanış olmaq istəyirsinizsə, eyni zamanda bu düşündürücü sualların cavabını almaq istəyirsinizsə, diqqətinizi bizə yönəldin. Düz 1 saat ərzində sizinlə mən və bir də qonağım olacaq. Yeri gəlmişkən ADA məktəbində Humanitar Elmlər Departamentində coğrafiya müəlliməsi kimi çalışan, eyni zamanda müəllimlərin peşəkar inkişaf mərkəzinin təsisçisi Səidə Abbasova bugün Sağlam Təhsildədir. Səidə xanım, xoş gəldiniz. Çox sağ olun. Mən də öz növbəmdə hər kəsi, bizi dinləyən hər kəsi salamlayıram. Xoş gördük. Təşəkkür edirik. Müəllimlərdən danışacağıq. Mən əbəs yerə söyləmədim ki, onlar bizim təhsilin, necə deyərlər, qəhrəmanlarıdır. Hər birimizin bu yerə gəlib çatmağımızda müəllim əməyi təbii ki var. Ona görə də mən bugün müəllimlərin inkişafı ilə bağlı bir neçə sualla sizə müraciət eləyəcəm. Amma ilk əvvəl təbii ki bir mərkəz olaraq da tanımaq istəyirik. Müəllimlərin peşəkar inkişaf mərkəzi. Yəni necə gedir bu ingilis dilində? TPD, bizim qısa adımız TPD-dir. Bunun mənası Teachers Professional Development Academy-dir. Yəni tərcüməsi Azərbaycan dilində müəllimlərin peşəkar inkişaf mərkəzi. Hardan yarandı bu ideya? Belə deyək, bugünkü gündə müəllimlərin bəzi çətinliklərlə qarşılaşır. Gənc müəllimlər əsasən deyərdim ki, onlar bugünkü dövrdə inkişaf edən dünyada onlayn alətlər var, hansı ki, müasir dərs üsulları var. Bunlarla bəzən ayaqlaşmaq çətin olur. Dərslərin hazırlanması, dərs planlarının qurulması, testlərin yazılması, interaktiv təlim metodları deyirik. Bugünkü gündə bu söz bəzən məşhurdur. Amma hər kəs bunun öhdəsindən gələ bilmir. Bizim dəstəyimiz müəllimlərə dərsləri müasir metodlarla, interaktiv metodlarla təşkil etmək, dərs planlarının qurulmasına əsasən yardım etməkdən ibarətdir. Və həmçinin deyərdim ki, bu təhsil mərkəzinin əsas məqsədi özəl məktəblərlə müəllimlər arasında bir körpü rolunu təşkil edir. Bu mərkəz, TPD Akademi əsasən müəllimlər üçün deyil, həmçinin də özəl məktəblər üçün böyük bir dəstəyi vardır. Səidə xanım, necə düşünürsünüz? Müəllim yaxşı doğulur? Yoxsa hazırlanır? Müəllimlik qazanılan bir peşədir, mən deyərdim ki, həmçinin də hər ikisi var burada. Müəllimlik doğuşdan gələn bir yetənək də ola bilər, həmçinin sonradan qazanılan bir yetənək də vardır. Və bu bəzən üzə çıxarılması üçün məqamı da gözləyir. Bəli, üzə çıxması üçün məqamı gözlənilir. İnsan inkişaf prosesində mən deyərdim ki, və müəyyən təcrübələr qazanılaraq peşəkar müəllim olmaq olur. Dediniz ki, müəllimlərin inkişafı ilə daha çox məşğulsuz və istəyərdim ki, mərkəz hansı yollarla müəllimlərin ehtiyaclarını müəyyən edir? Yəni, hardan bilirsiniz ki, məsələn, bu müəllimə bir başqa dillə desək, öz üzərində işləməyə məsələn lazımdır. Bu ehtiyacı hardan görürsünüz? Deməli, bizim mərkəz hər ayda bir dəfə pulsuz müəllimlərə təlim keçir və biz bunun elanlarını öz sosial şəbəkəmizdə veririk. İstənilən hər bir kəs bu təlimdə iştirak edə bilər. Hər təlimin özünə məxsus bir, belə deyərdim, ideyası olur. Məsələn, sonuncu təlimimiz deyərdim ki, sinifin təşkil edilməsi, interaktiv və effektiv təşkil edilməsi layihəsi təlimi olmuşdur. Bu zaman bu təlimdə iştirak edən müəllimlər bilir ki, bunlar artıq hansı xüsusiyyətlərin üzərində işləməlidirlər, onlar dərslərini mükəmməl təşkil etmək, interaktiv təşkil etmək və dərsin planlamasını, dərsin gedişatını, necə planlamalı olduqlarını artıq bunu mən deyərdim müəllimlər özlərində təyin edirlər. Bəli, təyin edirlər ki, bunlardan inkişaf hansı istiqamətdə aparılmalıdır. Son zamanlar bizə, belə deyim, mərkəzimizə edilən müraciətlər əsasında analizlərimiz onu göstərir ki, əsasən bizə müraciət edən tələbələr, sonuncu kurs tələbələri, magistr tələbələri və gənc müəllimlər də hansı ki, dövlət məktəblərində işləyirlər, özəl məktəblərə keçid almaq istəyirlər. Onlar əsasən özlərində daha çox çalışmağa üstünlük verirlər. Mən istəyərdim ki, bu arada biz danışarkən dinləyicilərimiz də suallar varsa göndərsinlər 055 93 490 93-ə WhatsApp nömrəmizə və nə öyrənmək
istəyirlər. Çünki bizim məqsədimiz müəllimlərin inkişafına daha çox çalışmaqdır. Yeri gəlmişkən hansısa bir çətinliklərlə qarşılaşırsınızmı bu yolda və hansı çətinliklərlə qarşılaşırsınız? Ümumiyyətlə bu mərkəz olaraq da necə onlara kömək edirsiniz? Belə deyərdim, bizim mərkəzimiz əsasən bayaq az öncə vurğuladığım kimi özəl məktəblərə müəllim hazırlamaqla məşğuldur. Əsas istiqamətimiz bundan ibarətdir. Özəl məktəblər də bilirik ki, Cambridge və IB kurikulumları əsasında dərsləri hazırlayır, təşkil edirlər. Çətinliklər ondan ibarətdir ki, bizim sonuncu kurs tələbələri olsun, yeni məzunlarımız, magistrlarımız bu istiqamətdə təhsil almayıblar. Əgər dövlət universitetlərini bitiriblərsə, bu istiqamətdə təhsil almayıblar. Bizim köməyimiz əsasən onlara Cambridge və IB kurikulumla yaxından tanış etməkdir. Onların dərs planlarının hazırlanması, qiymətləndirmə, çünki dərs prosesində qiymətləndirmənin çox böyük önəmi vardır. Qiymətləndirilmələrin hazırlanması və onlayn alətlərdən düzgün istifadəni yerinə yetirməsini təşkil etməkdir əsasən dərsimizdə. Proqram iştirakçılara hansı məsələn imkanları təqdim edir? Proqram iştirakçılara əsasən beynəlxalq proqramlarda, beynəlxalq kurslarda, layihələrdə iştiraklarını onları yönəldirik. Çünki müəllimlik təcrübələrində beynəlxalq layihələrin və təcrübələrin çox böyük önəmi vardır. Biz həmin müəllimləri bu dünyada keçirilən beynəlxalq proqramlara, beynəlxalq layihələrə yönləndiririk. Həmçinin də az öncə vurğuladığım kimi biz özəl məktəblərlə də əməkdaşlıq eləyirik. Özəl məktəblərin administrativ heyəti olsun, istər müəllim heyəti, ayda bir dəfə bizim qonağımız olur. Onlar dərs gedişatını, həmin öz məktəblərində olan dərs proseslərini və administrativ heyətin tələblərini bizim tələbələrə təqdim edirlər. Onlar da birbaşa real görüşlər keçirdirlər. Bir növ düşünürəm ki, bu bizim tələbələr tərəfindən də onların tanıdılması baxımından da müsbət istiqaməti, müsbət rolu vardır. Həmçinin də özəl məktəblər də onlara lazım olan müəllimlərini özləri rahat şəkildə seçə bilirlər. Aha, nə gözəl. Bir sual gəlib sizə dinləyicimiz tərəfindən. 3644 soruşur ki, salam, tələbə kursları necə aparılmalıdır? Tələbə kursları deyəndə nəyi nəzərdə tutur? Tam olaraq qeyd etməyib, sadəcə qısa bir şəkildə yazıb. Tələbə kursları necə aparılmalıdır? Aha, əlavə edir deyəsən hal-hazırda yazır. Yazana qədər mümkünsə ümumiyyətlə digər dinləyicilərimizə də aiddir. Lakanik təkcə suallarla kifayətlənməyin. Biraz geniş bir şəkildə yazın. Demirəm, lap çox geniş, amma hər halda anlayacaq səviyyədə yazsaz daha yaxşı olar. Aha. Müəllimlərin yenə inkişafı ilə təbii ki, daha çox fəaliyyət göstərirsiniz. Sizin özünüzə Səidə xanım əsasən bu istiqamətə kim kömək edib məsələn? Mən özüm də sizin inkişafınız üçün, peşəkarlığınız üçün. Dövlət universitetini qurtarmışam, dövlət məktəbində çalışmışam. Mən ilk öncə belə deyim ki, ilk təcrübəm öz araşdırmalarım nəticəsində oldu ki, mən düşündüm ki, artıq dövlət məktəbində işlədiyim müddətdən bəlkə biraz özəl sektora keçim, özəl məktəblərə müraciət eləyim. Özəl məktəblərin tələblərini araşdırarkən artıq onların tələblərini gördüm ki, bəzi məktəblər Cambridge sertifikatı istəyir, bəzi məktəblər IB kurikulum sertifikatı istəyir və bunun nəticəsində belə deyim, uzun bir araşdırmalara başladım ki, həmçinin də özəl məktəblərin başqa bir tələbi isə ingilis dili tələbidir ki, bizim həmçinin də burada bir qısa haşiyəyə çıxacağam ki, kursumuzda bu da var ki, yəni belə deyim ki, müəllimlərin ingilis dili dil səviyyəsinə də köməklik eləyir, fənnə yönəlmiş ingilis dili keçir. Özlərimdə işləyərək, kömək alaraq təbii ki, burada ADA kollektivinə minnətdarlığımı bildirmək istəyirəm. Təbii ki, bu yolda mənə ADA kollektivi heyəti çox yaxından dəstək oldu. Belə. İştirakçılara təqdim etdiyiniz xüsusi təlimlər barəsində biraz istəyirəm ki, sizdən məlumat alım. Necə bir təlimlərdir? İştirakçılara təqdim etdiyimiz təlimlər az öncə vurğuladığım kimi Cambridge kurikulumu üzrə dərslərin hazırlanması, qiymətləndirmənin hazırlanması, dərs prosesinin düzgün qurulmasıdır və həmçinin ki, bədən dili deyirik, kommunikasiya vasitələrinin üzərində çalışırlar ki, bu da iştirakçılarımızın müsahibə prosesində özlərini daha rahat şəkildə təqdim etməyə kömək edir. Həmçinin də müəllim-şagird münasibəti bugünkü gündə çox önəmlidir ki, şagird müəlliminin yanında özünü rahat hiss
hiss etməlidir. Öz fikirlərini, öz cavablarını rahat şəkildə ifadə etmək üçün müəllim sinifdə səmimi bir mühit yaradıb, belə deyərdik ki, sinifi ələ almalıdır və bu zamanda müəllimin kommunikasiya vasitələri çox önəmli rol oynayır. Çox səmimi olmaq sizcə kömək edirmi bu münasibətin qurulmasına? Yəni həddindən artıq bəzən səmimiliyə yol verirlər bizim müəllimlərimiz. Təbii və ki, bu da təbii ki hər bir qarşı səmiyyətin tərəfdən müəyyən bir həddi düzgün vardır. qəbul olunmur. Bəli, təbii ki, hər bir səmiyyətin müəyyən bir həddi vardır. Lakin çox ciddi bir mühit də uşağın dərsdə yorulmasına, sıxılmasına gətirib çıxardır. Yerindəcə, müəllim yerində, şagird yerində olmalıdır. Təbii ki. Söhbətimizi davam etdirəcəyik əlbəttə. Mən bir daha xatırladım dinləyicilərimizə ki, bugün sağlam təhsildə biz danışırıq ümumiyyətlə müəllimlərin inkişafından və bilirsiniz ki, hər bir verilişimizdə müəllim əməyi mütləq şəkildə qeyd olunur. Onların inkişaf yolundakı maraqlı məqamlara toxunuruq və bu gün də ADA məktəbində Humanitar Elmlər Departamentində coğrafiya müəlliməsi kimi çalışan, eyni zamanda müəllimlərin peşəkar inkişaf mərkəzinin təsisçisi Səidə xanım Abbasovanı dəvət etmişik və müəllimlərin inkişafı ilə bağlı sualları ona səsləndiririk. Maraqlıdır ki, bayaq dinləyicimiz yazmışdı tələbə kursları ilə bağlı və soruşur ki, tələbə kurslarının effektivliyindən sual vermək istəyirəm. Yəni nə dərəcə bu dil kursları, ümumiyyətlə hazırlıq kursları yəqin ki, bununla bağlıdır. Sualın təbii ki, məzmunu belə başa düşdüm. Universitetdə bəzən tələbələr düşür ki, biz universitetdə oxuyuruq, təhsil alırıq, bu əlavə kurslar nəyə gərəkdir? Universitetdə əsasən nəzəri biliklər, belə deyək, həyata keçirilir, tələbələrimizə nəzəri biliklər öyrədilir. Bizim kursumuzun fərqli xüsusiyyəti ondan ibarətdir ki, bizdə daha çox praktiki praktiki məşğələlər üzərində təşkil olunub ki, burada tələbələrimiz, gənc müəllimlərimiz nəzəri biliklərdən imtahan verərək, həmçinin dil səviyyəsindən imtahan verərək, onlar sadəcə biliklərini praktikaya çevrilir, məşğələlərə çevrilir və belə deyərdim ki, hər hansı bir bacarıqlarını üzə çıxardılar ki, hansı bacarıqları daha üstündür buralarda. Səidə xanım, sizdən soruşur, rus dilində kurslarınız varmı? Xeyr, təəssüflər olsun ki, hələ ki rus dilində kurslar təşkil olunmur. Sadəcə kurslarımız bizim təlim mərkəzində dərslər ingilis dilində keçirilir. İngilis dil səviyyəsi yetərli olmayan kandidatlarımız, müdavimlərimiz isə ilk öncə bizdə bəli, ingilis dili kursu, fənnə yönəlik ingilis dili kursu götürür və sonra bizim kurslara qoşulur. Müəllimlər yerli yoxsa xaricdən dəvət olunublar? Müəyyən bir təcrübə keçirmiş müəllimlərdir. Təlimlərimizi ayda bir dəfə, 2 ayda bir xarici müəllimlər, xaricdən dəvət olunmuş müəllimlər, təhsil işçiləri deyərdim ki, təşkil eləyirlər. Sadəcə gündəlik dərslərimizi isə xeyr, yerli müəllimlər. Aydındır. Sizin ümumiyyətlə qeydiyyatınızdan keçmək üçün hansısa nömrə, əlaqə nömrəsi deyə bilərsinizmi hal-hazırda? Bəli, qeydiyyat nömrəsi 055 463 01 23 nömrəsinə əlaqə saxlasınlar. Həmçinin də TPD Akademi sosial şəbəkələrdən bizə yaxınlaşa bilərlər. Bir daha nömrələri zəhmət olmasa aramla söyləyin. 055 463 01 23 01 23. Bax belə. Əlaqə saxlaya bilərsiniz. Biz söhbətimizi sağlam təhsildə davam etdirəcəyik Səidə xanımla. Siz də suallarınızı göndərə bilərsiniz. 055 93 490 93-ə. Bu gün müəllimlərdən danışırıq, onların inkişafından danışırıq və onların inkişafı üçün aparılan təlimlərdən danışırıq. Çox maraqlı bir söhbət gedir. Məncə ümumiyyətlə, yəni müraciət etmək istəyənlərlə bağlı biz proqramımızda birinci dəfə bu əlaqə nömrələrini səsləndirəcək. Və xatırlatma edim ki, Bakı Biznes Universitetində keçiriləcək 4-cü təhsil dəsən forumuna çox az sayda günlər qaldı. Bilirsiniz ki, World Career Peşə Mərkəzinin təşkilatçılığı ilə bu forum təşkil olunacaq və adı çəkilən forumumuz təhsildə kreativsən devizi ilə bu dəfə 3 may tarixində keçiriləcək. Yəni həftənin şənbə günü 09:30-da bütün təhsil sahəsində çalışanların hər birini dəvət edirik. Biletləri əldə etmək üçün tələsmək lazımdır. Dediyim kimi yerlər çox məhduddur. 055
674 72 30 WhatsApp nömrəsinə yazmalısınız biletləri əldə etmək üçün 055 674 72 30. Bu arada bir balaca deyim ki, Təhsildə Sən 4 tədbirinin əsas məqsədi təhsildə uğur qazanmış və təcrübəyə malik olan təhsil işçilərinin spikerliyi ilə forumda iştirak edən müəllim, pedaqoq və təhsil işçilərinin biliklərini artırmaq və aktual təhsil mövzuları ətrafında müzakirə təşkil etməkdir. 14 spikerin təqdimatında təhsilin qeyd etdiyimiz kimi müxtəlif sahələrinə aid mövzular müzakirə olunacaq. Və bildiyim qədərindən Səidə xanım, siz də inşallah ki olacaqsınız. Bəli, biz də artıq öz yerimizi almışıq. Biz də iştirak eləyəcəyik. 6-cı gün biz də öz komandamızla Təhsildə Sən forumunda iştirakçı olacağıq. Birinci dəfə olacaq sizdə yoxsa? Bəli, ilk dəfədir. Mənim üçün də maraqlıdır, çünki mən də birinci dəfə iştirak eləyəcəm. Çox maraqlıdır. Bəli, əslində demək olar ki, spikerlərlə tanışam, proqramdan ümumiyyətlə əməkdaşlıqdan deyə dolayı tanışlığımız var, amma mənim üçün həm də onların digər tərəfləri də maraqlıdır. İnşallah ki, bunu da özüm seyr etmiş olacağam. Və indi qayıdırıq söhbətimizə. Biz bugün müəllimlərin inkişafından danışırıq və bir daha xatırladıram dinləyicilərimizə ki, bugün ADA Universitetində Humanitar Elmlər Departamentində coğrafiya müəllimi, həm də müəllimlərin peşəkar inkişaf mərkəzinin təsisçisi Səidə Abbasovanı dəvət etmişik və müəllimlərin inkişafı maraqlıdır ki, yalnız sertifikatla ölçülməlidir. Bu sual dinləyicimiz tərəfindən gəlib. Səidə xanım, zəhmət olmasa bu suala cavab verin, sonra keçək əsas mövzumuza. Çox maraqlı sualdır. Məncə də. Mənim özüm üçün də bəzən olur ki, təlimlərə biz təlimlər təşkil edirik. Müəllimlərdən gələn ilk sual o ki, sertifikat verilir. Mənə görə müəllimlərin bilik bacarıqları sertifikatla, heç bir sertifikatla ölçülməməlidir. Çünki bu bacarıqları hər hansı bir ölçəcək bir sertifikat yoxdur. Müəllim idarəçidir, sinifə girir, dərsini idarə eləyir. Onun üçün mən deyərdim ki, mən sertifikat tərəfdarı deyiləm. Düzdür, olsa bəzən sertifikat nəyəsə göstəricisi ola bilər. Sadəcə müəllimin bilik və bacarığının ölçüsü və yaxud göstəricisi deyil deyə düşünürəm. Çünki belə bir fikir də var da, yəni öz üzərində müəllim İşləməlidir daim. Müəllimlik inkişaf tələb edən bir peşədir. Çünki müəllim dövrün tələblərinə cavab verməlidir. Hər bir müasirlikdən, hər bir inkişaf edən elm, texnikadan, belə deyərdim ki, xəbərdar olmalıdır. Təbii ki, burada yaşı da nəzərə almaq lazımdır Səidə xanım. Yaş artdıqca insan psixoloji vəziyyətində də müəyyən bir dəyişikliklər baş verir, doğrudurmu? Ona görə də elədir, amma müəllim düşünürəm ki, daim yenilikçi olmalıdır. Yeni tələblərə cavab verməli, daim müasir alətlərlə işləməyə bacarmalıdır deyə düşünürəm. Yəni müəllim öz üzərində Daim işləməlidir. işləməlidir. Bəli. Qayıdıram mövzumuza. Təbii ki, mövzumuz daha çox müəllimlərin inkişafı ilə bağlıdır və xüsusi təlimlərin adını çəkdiniz. İştirakçılara təqdim etdiyiniz xüsusi təlimlərdən danışdınız. Bəlkə biraz geniş bir şəkildə danışaq. Məsələn, mənim özümə maraqlıdır ki, bu rəqəmsal platformalarda da keçirilmir bu təlimlər, yoxsa? Hal-hazırda düşünürük, bəzən olur ki, təlimlər təşkil eləyirik, gələn müraciətlər ondan ibarət olur ki, biz rayonda qalırıq və gəlməyimiz çətindir, işlərimizlə əlaqədar sizin təlimdə iştirak etmək istəyirik, təəssüf ki, alınmır və tələblərin çoxluğunu nəzərə alaraq artıq biz onlayn təlimlərə də start veririk. Artıq may ayından bizim onlayn təlimimiz təşkil olunacaqdır. Təlimimizdə iştirak etmək istəyən hər kəs bizi sosial şəbəkəmizdən, əsasən Instagram şəbəkəsindən izləyə bilərlər və orada link vasitəsilə bizim onlayn təlimlərə qoşula bilərlər. Onlayn təlimlərin üstünlüyü ondan ibarətdir ki, bəzən canlı təlim olanda hər kəsin iştirak etmə şansı olmur. Vaxtla əlaqədar olsun, yolla əlaqədar ola bilər. Sadəcə onlayn təlimlər odur ki, hər kəs istədiyi yerdən, istədiyi ünvandan onlayn təlimə qoşula bilər və bunun nəticəsində də hər hansı bir yeni bilik və yaxud yeni bir bacarıq əldə edəcəkdir deyə düşünürəm. Bacarıqlardan danışmaq üçün indi keçid etmək istəyirəm. Çünki bacarıqlar var ki, hazırda müəllimlər üçün prioritet sayılır da. Bəli. Sizcə bu hansı bacarıqlar ola bilər? Müəllim üçün ilk öncə bacarıq düşünürəm ki, dərsini, sinifini idarə etmə bacarığıdır. Dərsi effektiv idarə etmə. Təbii ki, hər bir müəllim sinifə girəndə dərsini rahat şəkildə idarə edir. Gəlin dərsin sonunda baxaq ki, bu dərs nə qədər effektiv oldu.
şagirdlər buradan nə qazandılar? İlk öncə düşünürəm effektiv idarə edilməlidir. İkinci, dərsin maraqlı təşkili olmalıdır. Dərsin təşkili maraqlı şəkildə olmalıdır ki, hər bir şagirdin diqqətini cəlb edə bilsin müəllim. Ona görə yox ki, müəllim belə deyək ki, sadəcə şagirdlər müəllimdən çəkinir deyə dərs fikirləri dərsdədir. Gözü müəllimə baxa bilər o zaman şagirdin, lakin diqqəti müəllimdə olmayacaqdır. Müəllim şagirdin maraqlarına belə deyək ki, yönəlməlidir ki, hər bir şagirdin fərqli bir maraqları var. Amma bunları bütün maraqlar bir nöqtədə mütləq ki, birləşəcəkdir. Bura maraqları nəzərə alaraq dərsi maraqlı təşkil etməlidir və qiymətləndirməni onların bilik səviyyəsinə uyğun şəkildə ölçə biləcəyi bir şəkildə təmin etməlidir, tərtib etməlidir ki, bu da çox önəmlidir dərs prosesində. Bir də Səidə xanım, bütün müəllimlərə eyni proqramı, eyni təlimi keçirsiniz, yoxsa? Xeyr, təbii ki. Müəllimlərdə fərqlənir bu? Fərqlənir, fənlər arasında fərqlənir və müəllimlərin istəyinə görə bu proqramlar fərqlənir. Bizim təlimlər əsasən 3 istiqamətdə aparılır. Deyərdim ki, ilk istiqaməti müsahibə mərhələsinə hazırlıqda. Bilirik ki, müəllimlər ilk öncə müsahibə mərhələsindən keçirlər və burada da müəllimin özgüvəni, özünü ifadə etmə bacarıqları, belə deyim, bunun bura aiddir bədən dili və nə dərəcədə ola bilər ki, müəllim çox savadlıdır, sadəcə özünü ifadə edə bilmir. Bu da bəzən görürsünüz ki, böyük bir problem yaradır o müəllim üçün. Bəli, müsahibə mərhələsinə hazırlıqdır ki, bu kursumuz həftədə bir dəfə 3 saat olmaqla təşkil olunur, dərslər təşkil olunur ki, burada müəllim həmçinin nəinki müsahibə mərhələsinə şagirdlərlə kommunikasiya bacarıqları inkişaf etdirilir və s. istiqamətdə. İkinci bir istiqamətimiz isə müəllimlərin qeyd etdiyim kimi metodika çox önəmlidir. Dərsə girməzdən öncə, dərsi təşkil etməmişdən öncə müəllimlər hər hansı bir metodikanı seçməlidirlər ki, bu gün dərsini hansı metodika əsasında aparacaqlar. Metodiki bacarıqlar da çox önəmlidir və üçüncü, bayaq qeyd etdiyiniz kimi rəqəmsal alətlərin bugünkü həyatımızda rolu çox böyükdür. İstər şagirdlərin, istər müəllimlərin marağına səbəbdir və bunlardan düzgün istifadə çox vacibdir ki, dərsin məqsədinə uyğun olaraq rəqəmsal alətlər düzgün seçilməlidir. Bu istiqamətdə aparılır. Peşəkar bu inkişaf proqramlarınız ki var, mənim üçün maraqlıdır. Təkcə siz paytaxtla kifayətlənirsiniz, yoxsa bölgələrdə məsələn aparırsınız bu tədbirləri, təlimləri? Çünki məncə də orada da ehtiyac var buna. Bəli, bölgələrdə də bayaq qeyd etdiyim kimi bölgələrdən də bizə müraciətlər gəlir. Bölgələrdə hələ ki canlı apara bilmirik. Təəssüflər olsun ki, işlərimizdə, bəli, işlərimizdə əlaqədar olaraq, dərslərlə əlaqədar olaraq hal-hazırda bölgələrə səfər edə bilmirik. Bölgələrlə onlayn vasitəsilə platformalar üzərindən onlayn vasitəsilə təlimlər təşkil olunur. Və bir də bir sualım var ki, bax, müəllim inkişaf etdikcə həmişə deyirlər ki, cəmiyyət bəli, dəyişəcək, cəmiyyət də inkişaf eləyəcək və burada başqa bir məqam da var ki, bəs cəmiyyət dəyişdikcə müəllim də inkişaf etməlidir. Təbii ki, müəllim bayaq vurğuladığım kimi müəllimlik peşəsi daim prioritetləri var. Bəli, inkişaf edən bir sahədir. Müəllim sadəcə məlumatı şagirdə ötürmür. Müəllim həmçinin bir şəxsiyyət yetişdirir. Müəllim belə deyərdim ki, özünü ifadə edən, sərbəst, güclü bir şəxsiyyət yetişdirir ki, hər hansı bir şəxsiyyətin yetişməsində düşünürəm müəllimin çox böyük rolu vardır. Bunun üçün də bəli, cəmiyyət inkişaf etdikcə mütləqdir ki, müəllimlər də inkişaf etməlidir. Necə qiymətləndirirsiniz? Ümumiyyətlə layihələriniz kimlər üçün daha belə maraqlıdır, kimlər üçün önəmlidir? Hər halda müraciətlərdən bunu təyin edə bilirsiniz də. Bəli, bizə olan müraciətlərdən etdiyimiz analizlərdən belə nəticəyə gəlmişik ki, bizim əsasən maraqlı olan hədəf kütləsi, bizə olan hədəf kütləsi sonuncu kurs tələbələri, magistrlar, gənc müəllimlərdir, hansı ki, özəl məktəblərdə çalışmaq istəyirlər, müraciət edirlər bizə və daima özlərində inkişaf etmək istəyən müəllimlərdir. Ki, öncə də vurğuladığım kimi biz özəl məktəblərlə əməkdaşlıqlar edirik ki, onların istəyinə uyğun şəkildə, onların tələblərinə, daha doğrusu onların tələblərinə uyğun şəkildə müəllim hazırlayırıq. Bilirsiniz ki, bugünkü gündə Bakıda bir neçə özəl məktəblər var, lakin özəl məktəblərində böyük bir problem ondan ibarətdir ki, müəllim çatışmamazlığıdır. Ki, yəni ingilis dili tələblər başqadır. Məktəbin tələbləri başqa olduğuna görə müəllim seçimində də daha başqa cür kriteriyalara bəli. Kriteriyalar fərqli olduğu üçün müəllimlər ingilis dili tələb olunur.
bayaq vurğuladığım kimi Cambridge, IB kurikulumlarını Bəli. bilən müəllimlər tələb olunur və bu sahədə çalışmaq istəyən hər kəs, öz üzərində peşəkar inkişaf etmək istəyən hər kəs bizə müraciət edir. Aha. O zaman hardasa burada iş də təklif eləyə bilərsiniz. Hansı kriteriyalara uyğun olmalıdır? Bax, müəllimlər də qulaq asırlar, bəzən çətinliklər yaşayırlar iş tapmaqda. Hətta 40 yaş üzərində olan müəllimlərimiz var ki, müəyyən bir səbəblərdən işdən ayrılıb və yenidən bərpa olunmayıb işə. Necə kriteriyalar olmalıdır? Yəni zəhmət olmasa onlara desəydiniz. Bəli, dedim ki, yəni TPD-nin yaranma səbəbi ondan ibarət idi ki, TPD bir körpüdür müəllimlər və özəl məktəblər arasında. Vurğuladığınız kimi bugünkü gündə bir çox müəllimlər bəzən iş tapa bilmirlər. Yəni özəl məktəblərin ümumiyyətlə tələblərinin nə olduğu haqqında məlumatsızdırlar. Həmçinin də burada vurğulamaq istəyirəm ki, özəl məktəblər də onların tələblərinə cavab verən bir müəllimlərin axtarışındadılar. Bunu tapmaqda çətinlik çəkirlər. TPD özəl məktəblərdən onların hansı tələblərə cavab verən bir müəllim axtardıqlarına maraqlanır daha çox. Bizim əməkdaşlığımız bundan ibarətdir və həmin tələbləri bugünkü gündə özəl məktəblərdə müəllim işləyən müəllimlər üzərində təlimlər şəklində artıq biz o tələblərə cavab verən bir müəllimlər yetişdiririk ki, tələblər nədən ibarətdir demək istəyərdim. Özəl məktəblərdə bugünkü gündə tədris ingilis dili olduğu üçün ilk öncə ingilis dili tələb olunur. Nə səviyyədə məsələn? Ən azı B2 səviyyəsində özünü danışsın, özünü ifadə edə bilsin, dərsini izah edə bilməlidir ki, bu müəllim ən minimum səviyyəsində, təbii ki, mükəmməl olan C1 səviyyəsi deyirik biz buna, akademik səviyyədə tələb olunur. İkinci bir dərs prosesinin idarə edilməsidir. Bəzən müəllimlər bunda çox böyük çətinliklər çəkirlər. Bizə belə deyərdim ki, üst tutan müəllimlər də əsasən şikayətləri ondan ibarətdir ki, dərs prosesini idarə etməkdə çətinliklərimiz var. Bəzən şagirdlərin diqqətini cəlb eləyə bilmirlər, bəzən dərsi tam, məsələn deyək ki, dərs 45, 40 və yaxud 50 dəqiqə müddətindəsə müəllim dərs prosesində qoyulan tələbləri yerinə yetirilməlidir. Özünə qoyduğu tələbləri ki, bugünkü dərsin mövzusu budur, tapşırıqlar budur, işlənməlidir. Sinifi tamamilə ələ almaq. Ev tapşırıqları hələ də gündəmdədir. Bu müəllimin ixtiyarında olan bir məsələdir. Siz özünüz necə baxırsınız? Xeyr, mən bunun tərəfdarı deyiləm. Şagirdlərim də bunu təsdiqləyər. Mən heç vaxt Yox, mən demirəm, ev tapşırıqları olmağı pisdir. Yəni mən onu qəti şəkildə söyləmirəm. Sadəcə metodika dəyişibmi? Mənə o maraqlıdır. İllər keçir. Bəli, metodika dəyişib. Əsasən müəllimlər çalışır ki, dərsi 50 dəqiqəlik, 45-40 dəqiqəlik dərs prosesində yekunlaşdırsınlar. Düşünürəm ki, bu dəqiqələr dərs prosesi kifayətdir ki, bir şagirdin yeni bilik əldə etməsi üçün kifayətdir. Aha, yaxşı bir məqama gəldik. Hal-hazırda elə mən təqdim etmək istəyərdim. Bu təhsildə olan dünya ölkələrində olan bir faktlarla bağlı həmişə biz hazırlayıb məlumatlar təqdim edirik və dinləyicilərimiz tərəfindən deyimsə ki, çox da maraqla qarşılanır. İstəyərdim ki, bu təhsildə olan maraqlı faktları indi də səsləndirib, onlardan birini səsləndirib. Maraqlıdır dünyada təhsil sistemi necədir və məktəblərlə, məktəbə qədər hazırlıq müəssisələri ilə bağlı maraqlı faktları indi hal-hazırda təqdim edəcəyik. Diqqətiniz bizdə olsun. Sağlam təhsil sizi xoşbəxt gələcəyə aparan qapı. Təhsildə maraqlı faktlar. Hər bir ölkənin öz zəngin tarixi və mədəniyyəti var. Eyni şeyi təhsil haqqında da demək olar. Təhsil haqqında bəzi maraqlı faktlar olduqca məntiqli və tamamilə təbii göründüyü halda, lakin bəzən bu mövzuda inanılmaz faktlarla da qarşılaşırıq. Beləliklə, dünyanın müxtəlif ölkələrindəki təhsillə bağlı maraqlı faktları sizə təqdim edirik. Bəhs edəcəyimiz ilk ölkə Avstraliyadır. Paradoksal olaraq ərazisinə görə bu cür böyük bir ölkədə kiçik bir əhali yaşayır. Uzaq bölgələrdə məktəblərə həmişə rast gəlinmir. Buna görə də təhsil müəssisələrindən çox uzaqda yaşayan uşaqlar radiodan istifadə edərək təhsil alırlar. Hətta onlar üçün xüsusi verilişlər də var. Növbəti ölkə Hindistandır. Ölkə əhalisinin sayı çox olduğu üçün ölkədə nəhəng məktəb binaları inşa edilib. Beləliklə də Hindistan dünyanın ən böyük məktəb binasına sahibdir. Həmin məktəbdə 32 minə yaxın şagird təhsil alır.
Bu arada bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Bilirsiniz ki, World Career Peşə Mərkəzi xaricdə təhsilə də daha çox yer ayırır. Türkiyədə təhsil arzusunu 12 illik təcrübəsi olan təhsil şirkəti olan World Career Peşə Mərkəzinə həvalə edə bilərsiniz. Çünki məhz bu imkanları sizə bu mərkəz reallaşdıracaq. Türkiyədə hibrid təhsil olsun, tibb təhsili olsun, magistr üzrə psixologiya təhsili, Türkiyədə doktorantura təhsili, ölkəni tərk etmədən təbii ki, siz bu təhsili ala bilirsiniz və diplomun da tanınmasına heç şübhəniz olmasın. Avropada təbii ki, ümumilikdə təhsil də nəzərdə tutulur bu məlumatda. Bir də əgər indi müraciət etsəz deyəcəyim əlaqə nömrəsinə yazsanız WhatsApp nömrəsinə, bu zaman xidmət haqqını 2 dəfəyə ödəmə imkanı da əldə edəcəksiniz. Deyirəm indi hal-hazırda nömrəni 055 674 72 30 WhatsApp nömrəsidir. 055 674 72 30. Bax belə. Biz isə bu gün maraqlı bir qonaq dəvət etmişik studiyamıza. Adam məktəbində Humanitar Elmlər Departamentində coğrafiya müəllimi, eyni zamanda müəllimlərin peşəkar təlim mərkəzində təsisçi kimi çalışan Səidə xanım Abbasovanı dəvət etmişik və Səidə xanım son hələ ki suallarımız da var. İstəyərdim maraqlanaq görək ümumiyyətlə iştirakçılarınızın özünün təcrübələri nədən ibarət olur? Ən çox faydalandığı təcrübələr. Bizim mərkəzdən. Bəli. Bizim mərkəzdə iştirakçılarımızın ən çox faydalandığı təcrübələr ondan ibarətdir ki, ilk öncə onlar bizim təlimlərdə iştirak edirlər və ya vurğuladığım kimi bizə dəvət olunan qonaqların təlimlərindən bəhrələnirlər ki, və ən əsas olaraq bizim təqdim etdiyimiz onlar üçün real dərs mühitindən, praktiki məşğələlərdən, dərslərin hazırlanmasından, dərs planlarının qurulmasından bəhrələnirlər əsasən və belə deyərdim ki, beynəlxalq kurikulumlara əsaslanan kitablar, dərs vəsaitlərlə yaxından tanış olurlar. Onların əsasında dərslərini daha interaktiv, daha maraqlı şəkillərdə onlayn alətlərdən istifadə edərək daha belə deyim, məqsədli şəkildə dərslərini qururlar. Bəs bu aparılan təlimlərin keyfiyyətini siz necə qiymətləndirirsiniz? Necə dəyərləndirə bilirsiniz onu? Necə ölçürsüz məsələn? Ölçülmə belə deyərdim. Təlimin birinci gündən sonuncu təlimimiz əsasən 3 ay müddətinə keçirilir. Birinci gündən sonuncu günə kimi biz onlara bir proyekt işi veririk ki, onlar təlimi hər dərs öyrəndiklərini tətbiq etmək üçün həmin layihənin bir hissəsini hazırlamalıdırlar. Təlimin sonunda isə artıq layihəni təqdim etməlidirlər. Layihə nədən ibarətdir? Layihə ondan ibarətdir ki, müasir standartlara cavab verən bir dərs yaratmalıdırlar onlar. Bu dərsə bütövlükdə bir dərs yaratmalıdırlar ki, biz buna ingiliscə lesson unit deyirik ki, bütöv bir mövzunun içində bilirik ki, bir neçə mövzular da olur. Bütöv bir mövzunu bütövlükdə dərs hissələri ilə birlikdə qiymətləndirilməsi olsun, bunların slaydları olsun, verilən mövzular olsun, test tapşırıqları, bütün bunların hazırlanması onlarda 3 ay ərzində nəzərdə tutulub ki, hər hansı bir dərslərdə hissə öyrəndikləri hissəni tətbiq edərək bu proyekti, layihəni həyata keçirilirlər, tamamlayırlar və sonunda artıq bu layihəni 100% nəticə ilə tamamlanan belə deyək ki, tələbələrimiz, müəllimlərimiz biz tərəfdən digər məktəblərə tövsiyə olunurlar. Əla. Bir də Səidə xanım, necə düşünürsünüz? Gələcək müəllimi necə olacaq? Necə olmalıdır ümumiyyətlə? Maraqlı sualdır. Gələcəyin müəllimi deyərdim çünki bu qədər inkişaf təlimləri təklif edirsiniz, yeni təklifləriniz var, layihələriniz var və təbii ki, buradan belə bir sualın çıxması da oradan normaldır. Çünki bəli. Demək ki, biz gələcəyin müəlliminin hardasa bir prototipini də qurmuş oluruq, bəli. Bəli, gələcəyin müəllimi deyərdim ki, indiki müəllimlərdən çox da fərqlənmir. Əgər bugünkü inkişafı nəzərə alsaq, bugünkü gündə müəllimlər üçün çox gözəl inkişaf layihələri təqdim olunur. Gələcəyin müəlliminə gəldikcə isə gələcəyin müəllimi artıq düşünmürəm ki, hər gün sinifdə
baş verən dərs prosesi olacaqdır. Artıq müəllimlər düşünürəm elə bir dərs prosesi qurmalıdırlar ki, şagirdlər dərsini sinifə gəlmədən də belə deyək ki, öyrənə bilsinlər, yeni biliklər əldə edə bilsinlər. Çünki gələcəyin şagirdi də düşünürəm ki, getdikcə daha çox inkişaf edəcək. Bugünkü texnikanın inkişafını, elmin texnikanın inkişafını nəzərə aldıqca gələcəyin şagirdi də daha çox inkişaf edəcəkdir və bu inkişafa ayaqlaşan, cavab verən bir müəllimlər yetişəcəkdir deyə düşünürəm. Bəli, çox doğru vurğuladınız. Həqiqətən də ümumiyyətlə təhsillə bağlı bizim proqramlarımızda qonaqlar da yeni il layihələrinə çıxış edirlər və mənim üçün də həqiqətən çox maraqlı olur. Düzdür, bəziləri xarici təcrübəyə əsaslanır. Bu da normaldır. Biz təbii ki, öyrənməliyik, xaricdən yararlanmalıyıq. Yəni hər halda təhsil sistemlərində xoşa gələn məqamlar da var. Var, mən özüm də iştirak etmişəm, xarici təcrübəm vardır. Bəlkə eşitmisinizsə, Ağdağ Universitetinin təşkil etdiyi bir müəllimin manifesti adlı bir layihə var. Hansı ki, bu layihə şəhərdən kənar, bu artıq burada fokus hədəf kütləsi şəhər müəllimləri deyil, rayonlarda, kəndlərdə işləyən müəllimləri bölgələrdən bəli, cəlb edirlər bu müəllimləri. Onlara müəyyən bir kurs keçirilir. ADA mərkəzi var, Qazax ADA mərkəzi var. Qazax ADA mərkəzində bunlar müəyyən bir təlim keçdikdən sonra növbəti mərhələ isə Amerika Birləşmiş Ştatlarının Washington şəhərinə aparılır. Oradakı müəllimlik təcrübələrindən yararlanırlar. Orada məktəblərə aparılırlar. Mən özüm ADA müəllimi olaraq, ADA məktəbinin müəllimi olaraq həmin heyətlə birlikdə Washington şəhərinə səfər etmişəm. Bəli, 2022-ci ildə və belə deyərdim ki, bizim təhsil sistemini Amerika təhsil sistemindən oxşar, fərqli cəhətlərini orada müzakirə edib yaxından tanış olmuşuq Amerika təhsil sistemi ilə. Səidə xanım, yay məktəbləriniz var, məsələn? Bəli, təşkil olunur. Bəli, elə onu dediniz, adını çəkdiniz. Amerikada da mən biləni keçirilir bu yay məktəblərinə cəlb edirlər uşaqları. Azərbaycandan da təbii ki, təşkil edirlər bunu. Bizim yay məktəbləri əsasən müəllimlər üçün nəzərdə tutulub ki, bəli, müəllimlər üçün nəzərdə tutulub. Müəllimləri Avropa, əsasən Avropada müəllimlər üçün beynəlxalq kurslara, layihələrə yönləndiririk və onlarla birgə səfər edirik. Əla. Belə, qısa bir reklam arasına bağlanaq Səidə xanım, sonra tamamlayacağıq artıq proqramımızı və bu arada dinləyicilərimizdən də maraqlı suallar gəlir. Sizə necə qoşulmaq olar, yazan dinləyicimiz də var. Deyə bilərsiniz. Deyə bilərəm, bəli. Bizə WhatsApp vasitəsilə yaza bilərlər. WhatsApp nömrəmiz 055 463 01 23-dür. Biz sizə geri dönüş edəcəyik. Və birazdan proqramımızı yekunlaşdıracağıq, amma bir sualım var ki, mütləq şəkildə onu istəyirəm Səidə xanıma ünvanlayım. Ümumiyyətlə hər zaman deyirlər ki, müəllim öz üzərində işləməlidir. Biz bayaq da bu məsələyə toxunduq, amma müəllimin belə deyək də özünün işləməsi, öz üzərində işləməsi həm də ondan irəli gəlməlidir ki, mən belə düşünürəm ki, çünki o motivasiyanı qarşı tərəfə ötürür, şagirdlərə ötürür. Yəni düşünün ki, motivasiyası aşağı olan müəllimin özü necə kömək edə biləcək və yaxud da ki, təhsildə müəyyən bir irəliləyişə nail ola biləcək. Yəni buna münasibətinizi bildirin, zəhmət olmasa. Təbii ki, müəllim həm də psixoloji baxımdan müəllimin necə olmasını da üzə çıxaraq. Psixologiya müəllimlik peşəsində çox önəmlidir. Mən deyərdim ki, birinci yerdə durur. Çünki müəllim sinifə girdisə, artıq sizin də vurğuladığınız kimi motivasiyasız bir müəllim sinifə mənfi enerji ötürəcəkdir ki, burada müəllimin enerjisi çox önəmlidir ki, müəllim sinifə girdisə, artıq hər hansı bir şəxsi problemi, hər hansı bir belə deyək ki, müəllim bugün halsızdırsa, hər hansı bir xəstəliyi belə varsa, onu sinifin qapısından kənarda qoyub və sinif otağına daxil olmalıdır deyə düşünürəm. Ki, müəllim sinifin hər zaman aurasını yüksək tutmalıdır. Şagirdləri də hər zaman yeni öyrənməyə, yenilikləri öyrənməyə, məqsədli, həvəsli cəlb etməlidir. Belə, təşəkkür edirəm gəldiyinizə görə. Mən təşəkkür edirəm. Biz bir daha Səidə xanım vurğulayaq ki, Bakı Biznes Universitetində may ayının 3-də bu şənbə 09:30-da World Karyera və Peşə Mərkəzinin təşkilatçılığı ilə 4-cü dəfə Təhsildəsən adlı təhsil forumu keçiriləcək və Təhsildə Kreativsən devizi ilə keçirilən forum həqiqətən də 14 spikerin təqdimatını müxtəlif sahələri, təhsil sahələrini əhatə eləyəcək, mövzular müzakirə olunacaq və biletləri əldə etməyə tələsin.
055 674 72 30 nömrəsinə, WhatsApp nömrəsinə yazın. Bax belə. Təşəkkür edirəm Səidə xanım gəldiyinizə görə. Mən təşəkkür edirəm. Sonda vurğulamaq istəyirəm. Artıq bizim may ayı üçün qeydiyyatımız açılıb, başlayıbdır. Qeydiyyat davam edir. İstəyənlər bayaq vurğuladığım kimi bizə WhatsApp nömrəsi vasitəsilə və yaxud sosial şəbəkələrdən müraciət edə bilərlər. WhatsApp əlaqə nömrəmiz 055 463 01 23-dür. Bizə yazsınlar buradan. Belə. Sağlam təhsildəydiniz dostlar və bu gün müəllimlərdən danışdıq. Onların inkişaf yollarını nəzər yetirdik. Maraqlı məqamlar ortaya çıxdı və ən əsas təbii ki, onların çətinliklərini vurğuladıq Səidə xanımla bərabər və uğurlarını da hardasa da kəşf etdik. Təşəkkür edirik sizə gəldiyinizə görə bir daha. Sağ olun. Bugün ADA məktəbində Humanitar Elmlər Departamentində coğrafiya müəllimi və müəllimlər peşəkarının təhsil inkişaf mərkəzinin təhsilçisi Səidə Abbasova idi. Sağlam təhsildə sizinlə Samirə idi. Sağ olun, salamat qalın.